Salam değerli izləyicilər. Zəhmət olmasa da kanala abunə olun və videonu bəyənin. Yapan atalar sözləri 7. Uşaqlar valideynlərini keçmişə, bu günə və gələcəyə bağlayar. Digər bir atalar sözü, yaxşı dərman ağızda acı olar. Bu atalar sözləri yaxşı nəticələri əldə etmək üçün çətinliklərə, zorluqlara qatlanmağı vurğulayır. Və belə baxanda tibbi cəhətdən də belə bir şey var ki, faydalı dərmanlar çox vaxt acı olur. Başqasının bel ağrısına görə öz başını ağrıtma. Bu bir növ biraz atalar sözü duyğusuz görsənir, amma yəni burada məqsəd odur ki, əgər önəmli bir şey yoxdursa, başqasının probleminə görə özünün başını ağrıtma, özünü işə salma. Mən deyərdim ki, bu atalar sözü daha çox mənim özümə aiddir. Çünki həyatım əksər bölümündə belə olmuşam. Başqalarına görə daima başımı ağrıtmışam. Amma yaş artdıqca artıq həyata baxış tərzi fərqli olur. Digər bir atalar sözü, dolu bir mədə elmli bir şəxsin mədəsi deyil. Biraz qəribə görsənə bilər. Yəni burada o deməkdir ki, çox vaxt elm öyrənənlər kasıb insanlar olur, daha kitab oxuyanlar. Və o da deyir, yeməyə verəcək pulunu kitaba verir. Bunu özümdə də, başqalarında da görmüşəm. Yəni, həqiqətən belə bir şey var. Və nəticədə nə olur? Adam baxsan, ac olur, amma elmli olur. Hətta belə bir oxumuşdum bir nəfərin kitabında, öz gənclik illərindən danışır. Deyir, çox sevdiyim bir kitab vardı və 3 gündə də yemək yeməmişdim. Qalmışdım belə, pulumu kitaba mı verim, yeməyə mi verim? 3 gün bu adam ac qalır və tərəddüd içində. Və sonunda deyir ki, artıq 3-cü gündə taqəti tükənir, hətta hoşunu itirir. Yəni, bu vəziyyətə gəlib çatır. Görün, insanların kitaba olan sevgisinə, elmə olan sevgisinə baxın. Və bizim əfsuslar olsun ki, belə kitab sevərlərdən, belə elmi şəxslərdən nə qədər uzaq düşdüyümüzə də baxın.